إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Tevhid kitabı 3. bölüm. Kim tevhidi doğruldarsa, yerinə yetirərsə, gerçəkləşdirərsə, hesabsız və əzabsız cənnətə girər bölümü və bu bölümə dəlil olaraq müəllif rahimehullah 2 ayə gətirmişdir və bir hədis. Ayələrdən İnne İbrahim'e kâne ummeten qâniten lillahi hanifen ve lem yekun minel müşrikin ayəsi və bir də vəllezînehum bi rabbihim la yüşrikun ayəsi. Və 3-cü dəlil isə hədisdəndir. Bu hədis Hüseyn ibn Abdurrahman ilə rivayət olunur. Qalə kuntu ində Said ibn Cübeyr. Mən Said ibn Cübeyrin yanında idim. Fəqalə eyyukum ra'al kəvkəbəl-ləzi inqaddal-bərihə. O belə dedi, sizdən hansınız gecə axan, yaxud düşən ulduzu gördü? Fəqultu ənə, dedim ki, mən gördüm. Thumma qultu, sonra isə dedim ki, əmə inni ləm əkun fi salatin. Mən namazda deyildim. Və ləkinni ludiqtu, lakin mən sancılmışdım. Yəni əqrəb sancmışdı. Qalə fəmə sanat. O da sual verir ki, bəs sən nə etdin? Qultu irtiqaytu. Mən də dedim ki, ovsun oxumağı, ruqya oxumağı tələb etdim. Qalə fəmə həmələkə alə dəlik. Və deyir ki, ona səni buna nə vadar etdi? Qultu hədithun həddəthənəhu şə'biyyü. Dedim ki, Şə'binin rəvayət etdiyi, danışdığı hədis. Qalə və mə həddəthəkum, deyir ki, Şə'bi sənə danışmışdır. Qultu həddəthənə an Buraydun Hüseyb ənəhu qal la ruqyətə illə min aynin əv humətin. Dedim ki, o bizə Burayda ibn Huseybdən rəvayət edərək demişdir ki, ruqya yalnız gözdəymə və yəni zəhəri olan heyvanların sancmasındandır. Gözdəymədən və bir də heyvanların sancmasındandır. Ona görə ruqya olunur. Qalə qad əhsənə mən intəhə ilə mə səmi'. O da deyir ki, yəni eşitdiyinə əməl edən gözəl etmişdir. Və lakin həddətənə İbn Abbas radiyallahu anhuma. O isə deyir ki, İbn Abbas radiyallahu anhuma bizə belə danışdı. Anin Nəbi sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət edərək Ənəhu qal uridat aleyyəl umam. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ümmətlər mənə ərz edildi. Fəraytun nəbiyyə və ma'ahu raht. Mən də elə Peyğəmbər gördüm ki, yəni onunla bir dəstə insan var. Yəni ona yaxın. Və nəbiyyə və ma'ahu racul və raculan. Və elə Peyğəmbər gördüm ki, onunla bərabər bir kişi və yaxud da 2 kişi var idi. Və nəbiyyə və leysə ma'ahu ahad. Və elə Peyğəmbər də gördüm ki, onun yanında heç kəs yox idi. Yəni Allahın Peyğəmbəri ona heç kəs imam gətirməmişdir. İdrufiyə li səvadun azimun. Və birdən böyük bir qaraltı göstərildi. Fədanantu ennəhum ümməti. Mən də elə güman etdim ki, onlar mənim ümmətimdir. Fəqilə li hədə Musa və qovm. Mənə deyildi ki, bu Musa aleyhissalam və onun qövmüdür. Fənazartu fəidə səvadun azim. Və yenə baxdım, yenə böyük bir qaraltı gördüm. Fəqilə li hədi ümmətuk. Və mənə deyildi ki, bu sənin ümmətindir. Və ma'ahum 70,000 yədxulunəl cənnətə bi qeyri hisabin və lə adab. Yəni onlarla bərabər 70.000 insan vardır. Yəni onların içərisində 70.000 insan hesabsız və əzabsız cənnətə girəcəkdir. Thumma nahada fədəxalə mənzilə. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm qalxaraq mənzilinə girir. Fəxadan nəsu fi uləik. İnsanlar onlar barəsində fikir yürütməyə başlayırlar. Görəsən kimlərdir onlar? O 70.000 insan. Hesabsız və əzabsız cənnətə girənlər. Və qalə ba'duhum fələalləhum əlləzine sahibu Rasuləllahi sallallahu aleyhi və səlləm. Ola bilsin onlar Peyğəmbər sallallahu aleyhi və səlləmə yoldaşlıq edən kimsələrdir. sahabelerdir. Ve kâle ba'duhum, ve bazıları ise deyir ki feleallehumul ladine vulidu fil İslam.
فَلَمْ يُشْرِكُوا بِاللّٰهِ شَيْئًا. Ola bilsin onlar İslam'da doğulup Allah'a hiçbir şeye şerik koşmayanlardır. وَذَكَرُوا eşya ve diğer fikirler yürüdürler. فَخَرَجَ عَلَيْهِمْ Resulullah sallallahu aleyhi ve sellem فَأَخْبَرُهُمْ. Ve Peygamber sallallahu aleyhi ve sellem onların yanına çıktığı zaman ve danıştıklarını, yürüttüğü fikirleri haber verirler. Fekale Peygamber sallallahu aleyhi ve sellem ise der ki humullezine la yesterkune ve la yektevune ve la yetetayyarun ve ala rabbihim yetevekkelun. Onlar o kəslərdir ki rüqya oxumağı tələb etməzlər. Yəni ovsun oxumağı tələb etməzlər, başqasından istəməzlər. Və la yektevune və dəmirlə yandıraraq, odla müalicə etməyi, yəni dəmiri qızdıraraq odla müalicə etməyi tələb etməzlər. Və la yetetayyaruna və əlamətlərə inanmazlar. Və alə rabbihim yetevəkkelun və onlar yalnız Rəbbinə təvəkkül edərlər. Fəqamə Ukkaşə ibn Mihsan fəqalə ya Rasulallah ud'ullah en yec'aləni minhum. Və Ukkaşə ibn Mihsan ayağa qalxaraq deyir ki, ya Rasulallah, dua et ki, Allah Teala məni onlardan etsin. Fəqalə əntə minhum. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yəni sən onlardansan. Thumma qama raculun axar. Yəni sonra başqa bir kişi qalxır və deyir ki, ud'ullah en yec'aləni minhum. Allaha dua et ki, Allah Teala məni də o 70 mindən etsin. Fəqalə səbəqəkə bihə Ukkaşə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yəni Ukkaşə səni qabaq bu bölümə, yəni tövhidi doğrultmağın, kim tövhidi doğrularsa hesabsız, əzabsız cənnətə girər bölümünə dəlil olaraq gətirmişdir. Bu rəvayət Hüseyn ibn Abdurrahmandan, o uca tabinlərdən olub və təhqiqatçı alimlərdən olub, onun elmdə böyük fəziləti olub və bu xəbəri, bu rəvayəti danışır bu məclisdə və burada da həmçinin yəni elm tələbələri üçün düşünməyə gərəkdirən bir iş vardır. Necə də gözəl bir məclisdir, mübarək bir məclisdir, tabinlərin məclisi. Necə öz aralarında diskussiya edirlər, necə danışırlar, necə elmi məsələləri münaqişə edirlər və həmçinin baxdır onların uca ədəbinə və əxlaqına və bir-birləri ilə olan davranışına və həmçinin İslam əxlaqı ilə əxlaqlanmalarına. Yəni əgər insan onların əxlaqı ilə əxlaqlanarsa, onların xoşbəxt olduğu kimi biz də xoşbəxt olarıq. Hüseyn ibn Abdurrahman deyir ki, mən Səid ibn Cübeyrin yanında idim. Və Səid ibn Cübeyr də, o da imamlığı ilə, fəziləti ilə, ilmi ilə bilinən bir kimsədir. O deyir ki, eyyukum ra'al kəvkəbəllədi inqaddal bərihə. Yəni sizdən hansınız dünən axşam, dünən gecə axan, düşən ulduzu gördü. Yəni Allah Teala yəni ulduzları 3 məqsəddən ötürü yaratmışdır. Onlardan biri də şeytanları vurmaq üçündür. Rucun, Quranda keçir, rucun məlki şeytan, yəni şeytanların, ulduzların yaranmasına hikmət. Birincisi, şeytanları vurmaq, zinətən lissəmə və həmçinin göyün bəzəyidir. Yəni göyə baxdığı zaman insan görürsə necə gözəl görsənir. Yəni ulduzlar göyü bəzəmək üçündür, səmanı və həmçinin litəhdədu bihə fi zulmətil bərri vəl bəhr, quruda və suda qaranlıq vaxtı yol tapasınız deyə. Deməli, o vaxtı ulduzlardan istifadə olunurdu, yol gedərkən istiqaməti bilmək üçün. Deməli, bu məclisdə sual verir ki, yəni sizdən hansınız, yəni həmən düşən, axan ulduzu görmüşdür. Hansı ki, yəni meteor deyilir, yəni ulduzun bir hissəsi, yəni bəzən insan da görür ki, axır, yəni düşür. Və burada da həmçinin sələflərin belə əzəmətli ayətlərlə ibrət almaları, maraqlanmaları vardır. Onlar buna baxıb ibrət alardılar. Allah Teala buyurur ki, وَمَا نُرْسِلُ بِالْآيَاتِ إِلَّا تَخْوِيفًا. Biz ayətləri qorxutmaq məqsədi ilə göndəririk. Yəni ayət deyiliriz, amma ayət sözünün mənası əlamət deməkdir. Var şəri ayətlər, Quran ayətlər, bir də o qovmi ayətlər Allah Teala'nın yaratdığı əzəmətli məxluqat, yəni bura daxildir. Və sual verir, sizdən hansınız onu görmüşdür? Yəni dünən gecə. Yəni bərihə sözünün mənası. Yəni nəzərdə dünən gecə. Və mən də dedim ki, mən. Fəqultu ənə. Bunu deyən kimdir? Hüseyn.
Hüseyn ibn Abdurrahman. Ama sonra dedim ki, əmə inni ləm əkun fi salatin. Mənə gəldikdə isə mən namazda değildim. Yəni bu qeydi gətirir. Və deyir ki, sizdən hansınız gecə vaxtı ulduzu, axan ulduzu görüb? Hüseyn Abdurrahman deyir ki, mən görmüşəm, amma mən namazda değildim. Yəni gecə vaxtı, yəni insan oyanırsa, yəni birbaşa insanın zehni ona yönəlir ki, yəni bu insan gecə namazını qılmaq üçün qalxıb. Və o isə deyir ki, yəni mən namazda deyildim. Yəni bu da ona görədir ki, etmədiyi bir şeyə təriflənməsin deyə. Yəni namazı qılmaq üçün qalxmayıb və insanlar da onu tərifləyə bilər ki, namaza qalxdığı üçün. Və o isə bu zənni aradan qaldırmaq üçün deyir ki, mənim oyanmağım namaza görə deyildi, başqa bir səbəbə görə idi. Və buradan da fayda olaraq götürülür ki, yəni insan əgər onun barəsində etmədiyi bir şey haqqında düşünürlərsə, yəni o insan onu dəf etməlidir. Yəni uzaqlaşdırılmalıdır ki, yəni etmədiyi bir şeyə görə təriflənməsin. Və lakinni ludiqdir. Sonra deyir ki, mən de sancılmışdım, yəni əqrəb sancmışdı. Yəni mənim oyanmağıma səbəb həmən anı əqrəbin məni sancması idi. Yəni onun ağrısına görə oyanmışdım. Və sonra Səid deyir ki, fəmə sanaat. Yəni sən nə etdin? Sən nə etdin? Yəni müalicə olunmaq üçün, yəni hansı müalicə? O əqrəb sancdığı zaman, yəni onun zəhərindən xilas olmaq üçün nə etdin? O da deyir ki, irtəqaytu, yəni oxusun oxudum, yaxud oxusun oxumağı tələb etdim. Yəni başqasına dedim ki, mənim üçün olsun oxusun. Və sonra ona sual verir ki, fəmə həmələkə alə hədə, yəni səni buna nə vadar etdi? Səni buna nə vadar etdi? Yəni sənin o əməli etmək üçün əsaslandığın nədir? Hansı dəlilə əsaslanaraq sən bunu etmirsən? Deyir ki, hadithun həddətənəhu şə'bi qalə ona həddətəkum. O da deyir ki, Şə'binin bizə danışdığı hədistir. Və o da deyir ki, Şə'bi sizə nə rəvayət etmişdir? O da deyir ki, Hüseyin deyir ki, Bureydə İbn Hüseybdən belə demişdir. Lə ruqyətə illə min aynin əv humətin. Yəni faydalı ruqyə yalnız göz dəymədən və yəni zəhəri olan heyvanların, həşəratların sancmasından olur. Yəni əgər insana bir xəstəlik üz verərsə, yəni göz dəymə səbəbi ilə yəni ruqyə oluna bilir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, əl-aynu haqqun, yəni göz haqdır. Humə isə yəni zəhəri olan heyvanların sancmasıdır. Və o da deyir ki, mən buna əsaslanaraq ruqyə tələb etdim. İz huwa amelun bi ilmin bi hüccetin. Yəni bu da elm üzərində dəlillə olan bir əməldir. Və buna görə də o dəlillə əməl etdiyinə görə Səid ibn Cübeyr etdiyinə görə, dəlilə əsasən əməl etdiyinə görə onu tərifləyir. Deyir ki, qad əhsənə mən intəhə ilə məs-səmiə. Yəni eşitdiyinə, yəni dəlilə əsasən eşitdiyinə əməl edən gözəl etmişdir. Yəni sən artıq yaxşı bir iş görmüsən. Səmi'əl ilmə vəl əməl bihi. Yəni burada eşitdi, yəni elmi eşitdi və sonra ona əməl etdi. Çünki elmi eşidib, yəni ona əməl etməyən pis iş görmüş sayılır. Və həmçinin elmsiz də əməl edən pis iş görmüş sayılır. Amma yaxşı əməl edən isə, yaxşı iş görən o insandır ki, bilir və əməl edir. Və kim elm üzərində əməl edirsə, o yaxşı iş görmüş sayılır. Amma əksinə, elmsiz əməl edən və yaxud da
bildikdən sonra əməl etməyən hər ikisi pis iş görən sayılır. Və Səid ibn Cübeyr onu tərifləyir nəyə görə? Yəni elmi eşidib əməl etdiyinə görə. Yəni çox gözəl, sən elmə əsasən, dəlilə əsasən əməl etmisən. Və sonra özü isə Səid ibn Cübeyr başqa bir rivayət gətirir. Deyir ki, İbn Abbas radiyallahu anhuma Peyğəmbər sallallahu aleyhi və səlləmdən rivayət gətirir ki 70.000 insan sorğu-sualsız və əzabsız girənlər. Onlar kimlərdir? Onlar ruqya tələb etməyənlərdir. Yəni bunu nə üçün gətirir? Və buradan deyir ki, yəni sən yaxşı iş görmürsən və sonra özü isə gətirir bu hədisi. Bu hədisi gətirməklə yəni bəyan etmək istəyir ki, yəni ruqya tələb etməmək, yəni başqasından olsun oxumağı tələb etməmək daha üstün dərəcədir. Yəni bir insan deyir ki, gəl mənim üçün Quran oxu. Bu haram olmasa belə, amma daha üstün forması isə insanın tələb etməməsidir. Yəni öz-özünə müalicə edə bilər, ruqya oxuya bilər, olsun oxuya bilər. Amma başqasından tələb etməsi isə bəyənilmir və həmçinin 70.000-ə daxil olmaya bilər. Deməli, bu onu təsdiqləyir, deyir ki, dəlilə görə əməl etmək yaxşı işdir, amma sonra İbn Abbas radiyallahu anhumədən rəvayət olunan hədisi gətirir ki, bununla bu isə daha əfsəldir. Yəni, bu üslubla daha əfsəl olanı bəyan edir. Hətta, məsələn, ona demir ki, sənin etdiyin yaxşı olanı əksidir, demir. Deyir ki, eşitdiyinə əməl edən, yəni bildikdən sonra əməl edən yaxşı iş görmüşdür. Yəni, bu da nəyə dəlalət edir? Yəni, insanın gözəl şəkildə öyrətməsinə, bəyan etməsinə və ədəbinin kamilliyinə və həmçinin onların yumuşaqlığına dəlalət edir. Və sonra gətirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur, mənə deyir, ümmətlər ərz edildi. Yəni, Peyğəmbərlərin ümmətləri. Və deyir ki, fərəaytun nəbiyyə və ma'ahur rahat. Elə Peyğəmbər gördüm ki, yəni ona 10 nəfərdən aşağı insanlar iman gətirmişdir. Yəni ona iman gətirənlərin sayı ona çatmır. Yəni Peyğəmbər, Allahın Peyğəmbəri bütün həyatını dəvətdə keçirib, qövmünü dəvət etməkdə kim qəbul edib? Heç 10 nəfər qəbul etməyib. Və sonra deyir ki, وَالنَّبِيَّ وَمَعَهُ الرَّجُلُ وَالرَّجُلَانِ. Yəni elə Peyğəmbərlə gördüm ki, onunla bərabər bir və yaxud da 2 kişi var idi. Yəni bəzi Peyğəmbərlər qiyamət günü gələcək, bütün həyatını dəvətdə keçirib, neçə nəfər qəbul edib? 1 və yaxud da 2 nəfər. Və bundan da daha böyüyü, وَالنَّبِيَّ لَيْسَ وَلَيْسَ مَا أَحَدٍ. Elə Peyğəmbərdə olacaqdır ki, heç kəs olmayacaqdır. Yəni qövmünə göndərilib, həyatını dəvətdə keçirib, heç kəs iman gətirməyib. Allahın Peyğəmbəri olduğu halda ən gözəl üslub, ən gözəl danışıq onlarda olduğu halda heç kəsdir iman gətirməyib. Yəni bu da onu bildirir ki, qəlbə hidayəti yerləşdirən Allah Teala'dır. Yəni insanın üzərinə düşən Allahın dinini doğru olan çatdırmasıdır, amma qəlbərə yerləşdirən Allah Teala'dır. Və sonra deyir ki, birdən mənə böyük bir qaraltı, üfüqdə qaraltı göstərildi. Elə bildim ki, onlar mənim ümmətimdir. Və deyildi ki, bu Musa aleyhissalamın ümmətidir. Yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən sonra ən çox tabiçiləri olan Musa aleyhissalamdır. Sonra yenə baxdım, böyük bir qaraltı gördüm. Bəzi rəvayətlərdə isə gəlir ki, üfüqü bağlamışdı. Sahabələr çox idi və mənə deyildi ki, bu sənin ümmətindir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbərlər içərisində ən çox tabiçiləri olan kimsədir. Və sonra buyurur ki, وَمَعَهُمْ 70.000 يَدْخُلُونَ الْجَنَّةَ بِغَيْرِ حِسَابٍ وَلَا عَذَابٍ. Yəni
bu ümmətin içərisində 70.000 insan olacaqdır, hesabsız və əzabsız, sorğu-sualsız cənnətə girəcəklər. Yəni hədisin dəlil olan hissəsi budur, bir bölmə. Yəni müəllif rahimehullah bölüm açır və deyir ki, kim tövhidi gerçəkləşdirərsə, doğruldarsa, yerinə yetirərsə, hesabsız cənnətə girəcəkdir və bunun hədisin bu hissəsində də bu keçir ki, 70.000 insan. Kimdir onlar? Tövhidi gerçəkləşdirənlər. Və bəzi rivayətlərdə isə gəlir ki, فَاسْتَزَدْتُ رَبِّي فَزَادَنِ مَعَ كُلِّ أَلْفٍ 70.000. Yenə deyir, Rəbbimdən əlavə istədim və deyir, Rəbbim artırdı. Hər mini ilə yanaşı 70.000, sorğu-sualsız, hesabsız cənnətə girəcək. Sonra deyir ki, başqa rivayətdə isə hər mini ilə yanaşı da 70.000 cənnətə girəcəkdir. Və bəzi rivayətlərdə isə gəlir ki, hər biri ilə yanaşı 70.000. Ləmmə qilləhu ma'hum 70.000 qal istəzəttu Rabbi talabtu min Rabbi ziyadə. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm deyiləndə ki, ümmətindən 70.000 insan sorğu-sualsız, yəni hesabsız və əzabsız cənnətə girəcək. Mən Rəbbimdən əlavə istədim. Ona görə də gəlir ki, başqa rivayətdə hər mini ilə də yanaşı 70.000. Bəzi rivayətlərdə isə hər biri ilə yanaşı da 70.000. Allahu Ekber. Necə də böyük bir Allah Teala'nın lütfüdür. Və Allah Teala Peyğəmbər sallallahu aleyhi və səlləm haqqında buyurur ki, لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُمْ بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَحِيمٌ. Sizə artıq özünüzdən bir rasul gəlmişdir. Sizin çətinə düşməyiniz ona ağır gəlir. Harisun aleykum, o sizin üçün hərisdir. Yəni sizin üçün çox istəyir. Harisun bil mu'minin, aleykum bil mu'minin raufur rahim, müminlərə qarşı da şəfqətli və rəhimlidir. Və həmçinin başqa ayədə Allah Teala buyurur: "Ən-nəbiyyu əvlə bil mu'minina min anfusihim." Peyğəmbər möminlərə onların özlərindən, nəfslərindən daha yaxındır. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmə sənə sənin nəfsindən daha yaxındır. Və buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmaq, ona itaat etmək, onun itaatini insan öz nəfsinə itaatdən önə keçirməsi və ona olan sevgini öz nəfsinə olan sevgidən önə keçirməsi vacibdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm olan sevgi ona olan tabiçiliyi gərəkdirir. Sadəcə iddia yox. Amma o ki qaldı, sevgi insandan bidətləri ortaya çıxartmağı yaradır, tələb edir və buna heç bir fayda, bu sevgi insana fayda verməyəcək. Faydalı sevgi o sevgidir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə insanı tabi olmağa yönəldir. Necə ki, Allah Teala buyurur: "Qul in kuntum tuhibbunallaha fettabi'uni." Deyir ki, əgər siz Allahı sevirsinizsə mənə tabi olun. Yuhibbukumullah və yaghfir lakum zunubakum. Onda Allah Teala sizi sevər və günahlarınızı bağışlayar. Amma o ki qaldı, insan Peyğəmbər sallallahu aleyhi və səlləmi sevdiyini iddia edir. Sonra gecələri musiqi ilə, nəşidlərlə keçirir və sonra fəcr namazı, sübh namazına yatıb qalır, fərzi tərk edir və bidətləri ötürmür. Yəni burada hansı sevgidən danışıla bilər? Hansı həqiqi sevgidən? Quru iddia ola bilər. Görürsən, insanlar bidətlərə həris olur, mövlüdlər keçirir və ya digər bidətləri keçirir, amma görürsən ki, insan Allah Teala'nın fərz buyurduğu əməlləri yerinə yetirir. Dində ortaya çıxan, sonradan ortaya çıxan, dinə aid olmayan bir şeyi yerinə yetirir. Hətta onu ötürdüyü zaman hətta qəza da edənlər var, amma Allahın fərzlərini isə yerinə yetirmir. Deməli, burada Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mən də Rəbbimdən istədim, əlavə istədim. Ona görə rivayətlərdə belə gəlir. Hər mini ilə yanaşı 70.000, bəzi rivayətlər isə hər biri ilə yanaşı 70.000 sorğu-sualsız və əzabsız cənnətə girəcəkdir. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm qalxaraq evinə girir, məsciddə idilər və insanlar fikir yürütməyə başlayan sahabələr, onunla bərabər olanlar və bəziləri deyirlər ki, görəsən kimdir onlar? Ola bilsin sahabələrdir. Bəziləri deyir, ola bilsin onlar İslamda doğulub, Allah heç bir şeyi şərik qoşmayanlardır. Burada da həmçinin sələflərin elminin kamilliyinə işarə vardır. Yəni onlar yəqin olaraq bilirlər ki, bunlar uğur qazanan kimsələrdir, yəni uca mərtəbəni qazananlar. Amma bunların növü, vəsfi hansıdır? Və onlardan hər biri ictihad edərək
yaxın olanı, öz görüşünə yaxın olanı ortaya qoyur və bəziləri deyir ki, onlar sahabələr, bəziləri deyirlər ki, İslamda doğulub, Allah heç bir şeyə şərik qoşmayanlardır və müəyyən ehtimalları ortaya çıxardırlar, fikir olaraq yürüdürlər və buradan da ilm əhli fayda olarak götürür ki, yəni belə bir yerdə insan ehtimalları gətirə bilər, amma qəti olaraq demir, ehtimallar deyə bilər ki, yəni belə ehtimal oluna bilər, belə ehtimal oluna bilər. Lakin bunu qəti şəkildə etmək üçün. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm onun yanına çıxdığı zaman onlar xəbər verirlər ki, yəni biz belə bir fikirlər ortaya qoyduq və Peyğəmbər sallallahu aleyhi və səlləm isə buyurur ki, kimdir onlar? Humullezine la yestaqun. Onlar o kəslərdir ki, başqasından olsun oxunmağı tələb etməzlər. Və la yektavun və odla dəmiri qızdıraraq yəni müalicə olunmağı tələb etməzlər. Və la yetatayyarun əlamətlərə inanmazlar. Tatayyür əslində quş uçurmaq sözündəndir. Quş uçurardılar. Əgər sağ tərəfə uçdusa, yəni yola davam edərlər, səfərə çıxardılar, yoxsa başqa tərəfə uçdusa, səfər etməzlər. Yaxud da bu digər şeylər də ola bilər. İnsan bəzən olur ki, qara pişik qabağından keçdisə, səfərə çıxan insan artıq səfərini saxlayır ki, yox, səfər uğurlu olmayacaq. Yəni bu əlamətlərə inanmaq şirk sayılır. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, onlar o kəslərdir ki, onlar yəni Allahdan başqasına bağlanmır, əlamətlərə inanmır, ruqya oxumağı tələb etmir. Və alə rabbihim yetəvəkkəlun. Onlar yalnız Rəbbinə təvəkkül edən kimsələrdir. Yəni burada dərs 4 vəsf keçir. Yəni cənnətə hesabsız və əzabsız girənlərin vəsfi. Yəni Allah Teala öz lütfu ilə, öz kərəmi ilə hər birimizi onlardan etsin, hesabsız və əzabsız cənnətə girənlərdən. Humullezine la yestarqun. Yəni onlar kəslərdir ki, başqalarından olsun oxumağı tələb etməzlər. Deməli, Səid ibn Cübeyr bu xəbərdə Hüseyn ibn Abdurrahmanı daha üstün olana yönəldir. Çünki Hüseyn olsun oxumağı tələb etmişdir. Yəni bununla bildirmək istəyir ki, tələb etməmək daha yaxşıdır. La yestarqun odur ki, la yatlubuna ruqya min qeyrihim. Başqasından ruqyanı olsun oxumağı tələb etməzlər. Heç kəsdən. Çünki olsun oxunmağı istəyən başqa bir insana yönəlmiş, istəmiş sayılır. Amma bunların vəsflərində keçir ki, onlar istəməzlər. Yəni başqalarından ruqya oxumağı istəməzlər. Baxmayaraq ki, bu haram deyil. Ondan əvvəlki rəvayət buna icazəli olmasını bildirsə də, amma tövhidi kamilləşdirmək, tamamlamaq baxımından, yəni olsun oxumağı tələb etmək yaxşı deyildir. Və həmçinin onların vəsflərindən ikincisi odur ki, وَلَا يَكْتَوُونَ. Onlar odla dəmiri qızdıraraq müalicə etmək. O vaxt əsasən babasıyla bunun bu formada müalicə edirdilər. Bu da həmçinin ona key deyilir, key. Bu icazəlidir, haram deyildir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, şifə ümməti fi thələth. Ümmətimin şəfası 3 şeydədir. Və onlardan biri də deyir ki, keyyətu nərin, odla dağ vurmaq. Deməli, bunda şəfa var. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər vermişdir və həmçinin bu icazəlidir. Lakin daha yaxşı olanın əksidir. Elə bilir ki, insan odla bunu etdiyi zaman bədənə əziyyət vermə vardır. Və həmçinin olsun da tələb etmək icazəlidir, amma daha yaxşı olan onu tələb etməməkdir. Yəni Səid ibn Cübeyr buna görə bu rəvayəti gətirir. Və la yetatayyarun. Və həmçinin tatayyür etməzlər. Tatayyür qeyd olunduğu kimi əlamətlərə inanmaq, yəni bədbinlik, istəyir bu quşlarla olsun və yaxud da səslərlə olsun, adlarla olsun, hərəkətlərlə olsun, mənzərələrlə olsun və yaxud da insanla olsun. Bunların hər birinə əgər insan belə bir şeyi görüb bədbin olması, yəni bu qadağan olunan bir şeydir. Yəni bir insan həmişə nikbin olmalıdır, yaxşı baxmalı, yaxşı düşünməli. Bir də var insan bunlara əsasən yol gedirdisə geri qayıtması. Hətta şəmulət yadurul insan, yəni insana zərər verən odur ki, yəni bunlara görə
insanı geri qaytarırsa və yaxud da getməyən bir insanın getməsinə səbəb olursa, bu qadağan olmuşdur. İmmə yamdiyə fi əməl mə əv fi tariqin mə əv yetəvaqqaf an əməlin mə bir səbəb bu cür, yəni bədbinliyə görə insan işdən əl çəkir və yaxud da əməldən əl çəkir. Amma tövhidi gerçəkləşdirən insanlar tatayyül etməzlər, yəni əlamətlərə inanmazlar. Yəni istəyir bunu quşa görə olsun və yaxud da səslərə görə olsun, hərəkətlərə görə olsun, əməllərə görə olsun. Yəni bunların heç birinə görə onlar bədbin olmur, buna inanmırlar. Və alə rabbihim yetəvəkkəlun və onlar yalnız Rəbbinə təvəkkül edirlər. Deməli, onların əsas bu sifətlərdə qayıdır, bu axırıncı vəsfə Rəbbinə təvəkkül edərlər. Yəni, onlar tövhidi kamilləşdirdiklərinə görə, yəni başqasından tələb etmirlər. Olsun oxumağı və yaxud da dəmirlə, odla dağ vurmağı. Çünki Allaha təvəkkül etmək insan həm dini, dünyavi işlərinin hamısında olmalıdır. İnsanlar işlərini Allaha həvalə etməlidirlər və Allahdan yardım istəməlidirlər, müvəffəqiyyəti Allahdan gözləməlidirlər. Uqqaşə İbn Mühsan ayağa qalxaraq bu hədisi eşidəndə Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, dua et ki, Allah Teala məni də onlardan etsin. Və dərhal bunu eşidən kimi Peyğəmbər sallallahu aleyhi və səlləmdən dua istəyir və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sən onlardansan. Və bu da Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbərliyə dəlalət edən əlamətlərdən sayılır. Sən onlardansan. Yəni 70 minin içərisindəsən. Uqqaşə yəni o kimsədir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onun cənnətlik olmasına şahidi etmişdir. Və həmçinin o Xalid ibn Valid ilə bərabər mürtədlərə qarşı döyüşdə şəhid olur. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələri mürtədlərə qarşı döyüşərkən, yəni Uqqaşə radiyallahu anhu da orada şəhid olur və Peyğəmbər sallallahu aleyhi və səlləm hətta ondan öncə də deyir ki, sən onlardansan. Ondan sonra başqa bir kişi ayağa qalxır, o da deyir ki, dua et ki, mən də onlardan olum və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Uqqaşə səni qabaqladı. Uqqaşə səni bu işdə qabaqladı. Ona demədi sən onlardansan və yaxud da demədi ki, sən onlardan deyilsən. Və burada elə bir ki, işin qarşısını almaq üçün dedi ki, Uqqaşə səni qabaqladı. Nəyə görə? Əgər ona da Peyğəmbər sallallahu aleyhi və səlləm desəydi, elə bir ki, istəyənlər bir-birinin ardınca çoxalasıydı. Və yaxud da elə bir, yəni layiq olmayan birisi də bunu istəyəsiydi və ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm bəri başdan bunun qarşısını alır ki, deyir ki, Uqqaşə səni qabaqladı. Və bundan sonra məsələlər gələcək. Hələlik bunlar kifayətlənir inşallah.